Dözülməz dərəcədə isti bir yay günortası idi. Ac bir tülkü tərk edilmiş bağın sıx kolları arasından yavaş-yavaş irəliləyirdi və yalnız bir şey arzulayırdı: biraz sərinlik. Birdən o dayandı. Elə başının üstündə, hündür çardağın üzərində şirin şirə ilə dolu tünd üzüm salxımları asılmışdı. Tülkünün gözləri parıldadı. "Bax, mənə lazım olan budur," deyə hiləgər gözlərini qıyaraq pıçıldadı. O yerə əyildi və qəfil sıçradı, amma caynaqları yalnız havanı cızdı. Tülkü təslim olmadı. O yenə qaçdı, tullanıb uzandı və bütün gücü ilə yuxarı dartıldı. Amma üzümlər çox hündürdə idi, sanki onunla istehza edirdi. Nəhayət, nəfəsi kəsilmiş halda tülkü dayandı. Burnunu təkəbbürlə qaldırdı, üzümə baxdı və dedi: "Buna görə özümü yormuşam. Görünüşü yaxşıdır, amma yəqin ki turş və yaşıl üzümdür." Sonra tüklü quyruğunu yellədə-yellədə yavaş-yavaş uzaqlaşdı və elə göstərdi ki, göyə üzümlər ona heç lazım deyilmiş. Daha çox mahnı və nağıl istəyirsən, Lula Pulsuz tətbiqini yüklə.